Bu prosesə daha çox müəllimlik ixtisasında rast gəlinir. Belə ki, bakalavr təhsili zamanı ikili ixtisası bitirənlər və ya müxtəlif vaxtlarda fərqli fənləri tədris etmək hüququna sahib olanlar. Bəs bu şəxslər eyni anda hər iki sahə üzrə müəllim kimi işləyə bilərmi? Maraqlıdır. Bunun üçün ayrı-ayrılıqda 2 imtahan verilməlidir. Elə ixtisaslar var ki, yəni diplomda ikili ixtisasdır. Məsələn, bu Azərbaycan dili və ədəbiyyat müəllimliyidir, Rus dili və ədəbiyyat müəllimliyidir. Həmçinin bunun paralelində tarix və coğrafiya müəllimliyi, kimya və biologiya müəllimliyidir ki, burada artıq 2 ixtisasa şəxs sahib olur və təhsil müddəti 5 il olur. Digər bir məsələ isə şəxs, məsələn, tarix müəllimliyini bitirir, 3 ildən sonra, 5 ildən sonra o Azərbaycan dili və ədəbiyyat müəllimliyi və yaxud da ki, kimya müəllimliyi ixtisasına qəbul olur. Belə olan halda bunun artıq 2 diplom oldu və 2 ixtisasa cavab vermiş olur. Bəs bu şəxs eyni halda hər iki ixtisasdan MİQ imtahanında iştirak edə bilərmi? Yəni müəllimlərin işə qəbul imtahanında? Xeyr. Şəxs yalnız bir ixtisas üzrə MİQ imtahanına daxil olur və ən azı 3 il keçdikdən sonra isə digər fənn üzrə müəllimlərin işə qəbul imtahanında iştirak edə bilər. Mütəxəssislər bildirirlər ki, əgər müəllimin hər iki diplomu rəsmi şəkildə tanınırsa, məktəbin tədris yükü və ehtiyacları nəzərə alınmaqla hər iki fənni tədris edə bilər. Lakin bu yalnız həmin məktəb rəhbərliyinin qərarına əsasən həyata keçirilir. Asəf Zeynallı, Ələkbər Saleh, Emin Tağıyev, Telesəhər.